Ben buradayım. Ben nihayet buradayım. Bu torpaq mənim evimdir. Mən öz evimdeyim. Bu boz, bir renk çöl qumu. Bəzən köçəri quşları xatırladan bu heyvanların ağır hərəkəti. Sanki mənə əbədiyyəti xatırladır. Mən bu yerə, dəvələrə, onları aparan adamlara, bu çöllüyə mənsubam. Bu qumluqlardan o tayda olan dünyaların mənə nə dəxli var? Dayanın. Onların müharibələrinin, şəhərlərinin, hökmdar və çarlarının, Biraz inceleyin. qayğılarının, sevinclərinin, təmizlik və çirkliliklərinin mənimlə nə əlaqəsi var axı? Biz ayrı cür təmiz, ayrı cür çirkliyik. Bizim ayrı cür vəznimiz, ayrı cür sifətimiz vardı. Mən bu çöllüyü sevirəm. Tək burada mən rahat oluram. Tək burada içim dərin sakitliklə dolur. Bismillahirrahmanirrahim. Elhamdülillah. Rahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. Bismillahirrahmanirrahim. Allah rahmet eylesin. Allah sabretsin. Çok sağ olun. Bismillahirrahmanirrahim. Sen haçperestsen. Ay. Hay Allah. Üzr istəyirəm. Sen Kınyaz'ın kızısan. Hay Allah. Sen Kınyaz'ın kızısan. Mən dünyaya gələndə sülh çağı idi. Allahın hökmü idi ki, mən şərq dünyasına aid olan,
Asiyalı doğulan. Narahat olma xan, bir çay iç. Düz 6 saat də əziyyət çəkir. Məhz bu dünya mənə güc və inan verdi. Məhz bu dünyanı mən sevmək, qorumaq ehtiyacı duydum. Bəlkə də ona görə ki, məni dünyaya gətirərkən həyatdan nakam gedən şərqli anamı o an qoruya bilmədim. Дети мои, сегодняшний урок Европа прогрессивная, Азия отсталая. Естественные границы Европы обозначены Северным Ледовитым океаном на севере, Атлантическим океаном на западе и Средиземным морем на юге. Восточные границы Европы проходят через Российскую империю, Уральские горы, Каспийское море и далее через Закавказье. Некоторые ученые считают эту территорию Европой. Другие же считают, что эту территорию Европой называть нельзя из-за отсталости местного населения. Таким образом, дети мои, от вас самих зависит, будет ли ваш город принадлежать прогрессивной Европе, или вы навсегда останетесь в отсталой Азии. Простите, господин профессор, но мне хочется остаться в Азии. Так. Значит, вы, Мухаммед Гейдар, хотите остаться в Азии? Да. Ну-ка, к dosке. Məhəmməd Heydər artıq 2-ci il idi ki, eyni sinifdə oxuyurdu. Можете ли вы, Мухаммед Гейдар, объяснить свое желание? Bakı Asiya tərəfində qaldığı möhlətdə onun daha bir ildə sinifdə qalması labüd idi. Я жду. Çünki Maarif Nazirliyinin qərarına əsasən Rusiya imperiyasının Asiya bölgəsindəki yerli tələbələrə eyni sinifdə istədikləri qədər qalmaq icazəsi verilirdi. Я вижу, вы истинный представитель отсталой Азии. Doğrusu şəhərimizin bu ziddiyyətli durumu mənə çox maraqlı idi. Amma Məhəmməd Heydərin axmaq sayağı vəziyyətinə biganə qala bilməzdim. Господин профессор, я тоже хочу остаться в Азии. Алихан Ширванши, и вы тоже? Да, профессор. Алихан Ширванши. Может быть, обоснуйте свое желание? Да, я очень хорошо чувствую себя в Азии. А вы когда-нибудь были в действительно отсталой стране? Например, в Иране? Да, прошлым летом. Отлично. И вы что, видели там величайшие достижения европейской культуры? Ну, хотя бы автомобиль. Да, и самый большой. Это такие большие машины. Они ездят между городами. Я даже ездил в них. Так это автобусы. Их используют из-за отсутствия железных дорог. А это уже отсталость. Садитесь. O gün Bakının coğrafi durumu haqqında mübahisə yarımçıq qaldı. Sonra da heç vaxt davam eləmədi. Кто-нибудь из вас Amma özünü dərk eləmək istəyi zehnimə həkk olundu. Qocaman müəllimimiz bizim adət eləmədiyimiz və ulu babalarımızın düşünməyəcəyi baxışı bizə təlqin eləməyə cəhd eləyirdi. Bir müddət keçdikdə mən uşaq təfəkkürümdə artıq bu cür düşünməyə başlamışdım. Xüsusən də qonşu qızlar gimnaziyasına tez-tez baş çəkdikdə bunun zəruri olduğunu anlayırdım. O mənim çox xoşuma gəlirdi. Nino Kipiani. Mən coğrafiya dərsindəki qəhrəmanlığından qızlara danışanda dünyanın ən gözəl qızı burnunu qırışdırdı. Məhəmməd Heydərin məğlubiyyətindən.
Mənim professor Saniyə etirazımdan biz müsəlmanların Asiya olan sevgisindən ətraflı danışdım. Поэтому сказал, что я тоже хочу остаться в Азии. Ты дурак. Да, Конечно, твой брат дурак. да. Слава богу, что мы в Европе. Если бы мы были в Азии, то мне бы давно пришлось бы надеть чадру. И мне тоже. И ты никогда бы не увидел моего лица. И моего тоже. Ha ha! Oğlum, hayata kadar bastığın bu anda ben sana Müslümanlığın vəzifələrini bir daha hatırlatmak istedim. Ha ha! Biz Allah'ın peygamberine inam olmadığı bir memlekette yaşayırıq. Məhv olmamak için gerek biz öz qədim adetlerimizi, hayat tərzimizi koruyup saklayaq. Ha ha! Oğlum, evet ha. Həmişə dua elə, içki içmə. Hiçbir yad kadını öpme. Yoksullara, zayıflara merhamet göster. Ah, din uğrunda vuruşmağa daim hazır ol. Oldu ata. Ha! Ha! Düşmenini hiç vakit bağışlama oğlum. Biz Hristiyan değilik. Sabahın kaygısını çekme. Çünkü sabahını düşünen korkak olar. Yaxşı ata. Sana ahirenci nasihatim budur. Muhammed'in imanını, İmam Cafer tarikatının Şiili mezhebini hiç vakit unutma. Ha! Baş üstad ha. Siyasetle meşgul olma oğlum. Ne istersen ele. Ama siyasete karışma. Söz veririm. İlyas. Pencereleri değişey. Nəhayət biz gimnaziyanı bitirdik və həmən axşam buraxılış gecəsi idi. Burada kimlər yox idi. Oğlanlar və qızlar gimnaziyasının Rus, erməni, polyak, yahudi tələbələri müsəlmanlarla birgə rəqs edir. Bizdən az yaşlı, aşağı yuxarı hamı. Nino da buradaydı. İlyas da. Bu evin sahibi Zeynal ağanın oğlu mənim sadiq dostum. İlyas. O aşık idi. Mən bunu bilirdim. Amma buna baxmayaraq Ninonu ona rahat etibar elədim. Bir də axı mən əla rəqqas deyildim. İlyas isə qayda qanundan xəbərdar idi.
первый танец мой. Bugün hamı xoşbəxt idi. Çünki hər kəs gələcəyə ümidli idi. Hər kəsin həyatı tək onun özündən asılı idi. Öz əlində idi. Axı hər şey təzə başlayırdı. İlyas, bir ayak sakla. Не сердись, Алихан. Пока завяжу все тесемки этой юбки, целый час пройдет. Это наряд моей бабушки. Я только ради тебя надела его с таким трудом. Значит, ты сдал последний экзамен? Я немного волновалась за тебя. Пришлось немного понервничать. Но Аллах, как видишь, приходит на помощь к своим смиренным рабам. А, как твой дядя? И его гарем? А? Гарем моего дяди собирается вернуться на родину, в Иран. По-моему, все это отвратительно. Мои родители категорически против гарема. Гарем это позор. Нино, будь уверена, у меня никогда гарема не будет. А по чадрой ты свою жену точно будешь прятать, да? Но если того потребует обстановка. Вот как. От чадры много пользы. Она прячет женщину от солнечных лучей, от пыли, от чужих взглядов. Ты навсегда останешься азиатом. Да. Ну что с того, что женщина хочет понравиться и другим? Женщина. Тише, тише. Сюда идут. Женщина должна стараться нравиться только своему мужу, не чужим. Открытое лицо, голые плечи, полуобнаженная грудь, прозрачные чулки на изящных ножках – все это обещает кое-что. И это обещание женщина обязательно должна исполнить. Потому что мужчина, уже столько разглядевший в женщине, хочет увидеть и остальное. А вот для того, чтобы у мужчины не возникало такого желания, и существует чадра. Нино. Послушай, а как по-твоему, в Европе женщина и мужчина тоже говорят о таких вещах? Нет. Давай и мы не будем. Мы летом поедем в Карабах. Ну, хорошо. В Шушу. Хорошо. Только не вздумай, пожалуйста, приезжать туда. Встретимся в Шуше. Какой ты зануда. Даже не знаю, что я прошу тебя. Ey xan, indi bildim bizim diyarımız nə qədimdir, həm də nə qədər şöhrətli diyardır. Bilirəm faytonçu ağa, bilirəm. Hey! Bax, bu körpünü görürsən? Bunu İskəndər İrana gedəndə düzəltdirir. Hay! Bunun üstündə olmaz bir qəhrəmanlıqlar yaradıb. Ha! Faytonçu ağa, deyəsən səhv eləyirsən axı. Hə? Bir bax gör körpünün üstündə hansı tarix həkk olunub? 1897-ci il. Ey ağa, Ruslar bizim qəhrəmanlıqlarımızı gizlətməkdən ötürü bu tarixi sonradan həkk eləyiblər onun üstünə. Hay! Aa, Hay! getdik. Kipiyanilər ailəlikcə hər yayı Şuşada dincəlməyi sevirdilər. Nino da həmişə onlarla bir yerdə bura gəlirdi. Mən bir qədər əvvəl Şuşaya gəlib onları gözlədim və İsa bulağının yanında onlarla rastlaşdım. Knyajna. Qaranlıq olduğundan biz Nino ilə İsa bulağı ətrafında istirahət edənlərdən aralana bildik. Knyajna. Мне кажется, я тебя люблю. Məhz burada mən ilk dəfə Nino'ya evlənmək təklif elədim. Да. Даже теперь, когда стала княжной. А по-моему, ты недолго будешь княжной. Что ты хочешь этим сказать? Ты думаешь, царь лишит нас этого титула? Ты лишишь